Sen kimsen ki mənə yoxlanırsan, jurnalistsən, get jurnalistliklə də məşğul ol yine. Zəhmət olmasa çıxın belə danışaq. Çıxmıram mən, çıxardım kameranı, çək, çıxar boyana. Şəhərin müxtəlif yerlərində 3 manata satılan kabablar. Bir çoxlarımıza tanış mənzərədir. Həm də bir o qədər maraqlıdır ki, 3 manata təklif olunan kabablar nədən hazırlanır? İnanmıram, yəni aşağı qiymətsə nəsə orada şübhə var. Yəni. Mən onun gigiyenik olduğunu düşünmürəm. Yəni ətin kilosu 17 manat olduğu bir dövrdə, yəni bir kabab 2 manat olmaq ağla sığan bir şey deyil. Təmiz qida deyil. Amma günün tələbi də budur ki, insanlar pulsuzluqdan, işsizlikdən, pul çatmadığı üçün gedib məcbur onu yeyirlər. İdeal kababın qiyməti ən azından bir dənə lülü olmalıdır 6 manat, 7 manat. Biz tələbəyi, özüm Voltda işləyirəm 2-3 manata, ona görə məcbur alıram. Yəni məncə heç təmiz ət deyil. Yəni hansı heyvanın da heç bilinmir. Üz tutduq 3 manata kabab satılan məkanlara. Sertifikat adını eşidib üzümüzə qapı açmayan da oldu, suallarımızı ətraflı cavablandıranda. Kameranı yığışdırın. Tamam, kameranı yığışdıraq, bizə sadəcə sertifikatı göstərin. Kameranı, o oğlan kameramen çıxsın bayrağa. Ay xanım, sertifikat, hansı sertifikat istəyirsən sən? Təzə açılan obyektdir bura. Qiymətlər niyə bu qədər münasibdir? Çünki az qalsın, yəni ki, biz də qazanaq, hər kəs də bizdən faydalansın deyə, öz fermamızdır deyə, ona görə. Dürümlərə əlavə nələr qatılır? Soğan, quyruq, ət. 3 manatdan veririk. Çox adamda şübhə yaranır ki, bu hansı ətdir? Bu sadəcə mal ətidir. Üstəgəl də dediyim kimi, yəni 100 qramdan işlənilir, onun görə qiyməti 3 manatdır. Alıcılar kabab alarkən ətin rənginə, qoxusuna, eyni zamanda onun təzə olması ilə bağlı hər hansı bir baytar nəzarətindən keçib keçmədiyinə aid və yaxud aidiyyatı qurumdan keyfiyyət sertifikatının olmasını araşdırsınlar. Saxlama şəraiti uyğunsuzdursa bu məhsulları almaqdan imtina etsinlər və mütləq şəkildə qiymət və keyfiyyət uyğunluğuna hər zaman diqqət etsinlər. Çünki hər zaman çox ucuz istər kabablar, istər dönərlər istehlakçıda şübhə doğurmalıdır. Çünki qiymət normadan çox aşağıdırsa, bu zaman artıq həmin məhsulun keyfiyyəti də sual altındadır. Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən sorğu ünvanladıq. Sorğumuza cavab olaraq bildirildi ki, qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri ilk növbədə qeydiyyatdan keçməli və reyestrdən çıxarışa malik olmalıdırlar. Qeydiyatsız fəaliyyət qanunsuz hesab olunur və yol verilməzdir. İstehlakçılar belə qida məhsullarını almamışdan əvvəl satıcıdan qeydiyyatının olub-olmamasını soruşmalı. Həmçinin istehlaka təqdim edilən ətlərin müvafiq sağlamlıq arayışını tələb etməlidirlər. Odur ki, ucuz kabab alarkən təkcə qiymətinə yox, həm də keyfiyyətinə diqqət etmək lazımdır. Çünki sağlamlığımız cibimizdən daha önəmlidir.